Malibu'nun istehsalı niye dayandı? Bu avtomobilin tez-tez bəxti gətirməyən müddətləri var. Fusion'un hansı mühərriki daha dözümlüdür? 1.5 də qıvraq və çevikdir. Bu avtomobiller hakkında bütün suallara Marat Namazov'un təqdimatında ATV'de cevap tapacaksınız. Baxın və qərar verin. Vəssalam. Bugün sizə iki nəsli kəsilməkdə olan, daha doğrusu nəsli kəsilmiş avtomobillər çəkirəm. Ford Fusion və Chevrolet Malibu. Mən Marat Namazov. Start-stop verilişinin start düyməsini sıxıram. Niyə deyirəm nəsli kəsilmiş avtomobillər? Ona görə ki, Ford Fusion artıq 2020-ci ildən istehsalı dayandırıldı. Chevrolet Malibu'nun isə 2024-cü ildən sonra istehsalı dayandırıldı. Bu iki avtomobil Amerikanın ən sevimli sedan avtomobilləridir. İstər ekonom yanacaq sinifinə aid olsun, istər sport görünüşləri olsun. Bu avtomobillər 4-5 il bundan öncə Azərbaycanda ən pik səviyyələrini yaşadılar. Kimə baxırdın? Xəyalı ya Malibu idi, ya da ki Fusion'di. Və 4 il bundan əvvəl Start-Stop verilişinin YouTube layihəsində mən bu avtomobilləri müqayisə etmişdim. Özü də belə təqdim etmişdim. Camaro dizaynında Malibu və Aston Martin dizaynında Fusion. Ona görə ki, həqiqətən də bu avtomobillər bir-birlərinə bənzəməsələr də hər ikisi ayrı-ayrılıqda başqa-başqa avtomobillərə çox bənzəyirlər. Malibu'nun dizaynerinin cəmi 22 yaşı var idi bu avtomobili dizayn edəndə və bu hissədə bir yerdə onun şəklini yerləşdirərək ki, siz görəcəksiniz. Çerkyoz olaraq bütün çerkyozlarını bəli, həmin o 22 yaşında dizayner çəkmişdi. Və Fusion isə Aston Martin'ə bənzəməsini bütün avtomobili sevərlər təsdiq edə bilərlər. İstər radiator barmaqlıqları, istər axıcı bamperlər, həm aerodinamik, həm də ki sport görünüşü ilə demək olar ki, Azərbaycanda və bütün dünyada bu avtomobillər sevildi. Mən isə bu avtomobilləri bugün sizə sürəcəm, eksteryer, interyer incələməsi edəcəm və əlim-əlimlə birgə, çünki o General Motors ustasıdır, əlim-əlimlə birgə bütün texniki detalları sizə izah edəcəm. Düşünürəm ki, Malibu və Fusion müqayisəsi bu verilişdən sonra sürücülərin ağlında bitəcək. Artıq onlar dəqiq seçim edə biləcəklər. Bu iki avtomobili isə bizə Procars avtosalonu təqdim edib. Hər iki avtomobil satışdadır və onlarda bütün avtomobillər texniki baxışdan keçir və əla vəziyyətdə olanda satışa çıxarılır. Procars ünvanlarını və nömrələrini görürsünüz. Əlaqə saxlayın, yaxınlaşın, test edin və əldə edin. Fusion'un at gücü 181, Malibu'da isə 163'dür. Fusion'un mühərrikində fırlanmanı 240 Nm, Malibu'da isə 249 Nm-dir. Fusion'un bagaj həcmi 453 litr, Malibu'da isə 447 litrdir. Fusion'un çəkisi 1500 kg, Malibu'da isə 1405 kg-dır. Fusion qarışıq rejimdə 7,6 litr yanacaq yandırır, Malibu isə 7,8 litr. Şəhər içində Fusion 8,8 litr, Malibu isə eyni 8,8 litr yanacaq yandırır. Trasda isə Fusion 6,3 litr, Malibu isə 6,5 litr benzin yandırır. Təbii ki, avtomobil yaxşı vəziyyətdədirsə. 2012-ci ilin sonlarında Amerika bütün dünyaya Ford Fusion'u təqdim etdi. Və 2016-cı ilin sonları, 2017-ci ildə isə facelift olunmuş Fusion təqdim olundu və qarşınızda olan 2018-ci Fusion facelift olunmuş avtomobil və 2020-ci ildə bu avtomobilin istehsalını tamamilə dayandır. Səbəb nədir bilmirəm, amma istehsal dayansa da hələ də Azərbaycan sürücüləri üçün bu avtomobil aktualdır. Eləcə də Avropada bu avtomobil tam olaraq Mondeo aldı. Yəni Fusion Avropada olan Mondeo M5, yəni 5-ci nəsillə eyni şeydir. Demək olar ki, aralarında heç bir fərq yoxdur.
və bu avtomobilin bir neçə seriyaları var, komplektasiya fərqləri var. S, SE, Sport, Platinum və sair və ilaxır. Hətta bunların hibrid və plug-in hibrid versiyaları da var. Bununla bağlı isə biz verilişin elə təxminən ortalarında bəs usta nə deyir rubrikasında əlim-əlimlə danışacağıq. Dizayn tam olaraq Aston Martin xatırladır. İstənilən avtomobil sürücüsünə və avtomobil sevərlərə əgər Aston Martini görmüsünüzsə, mütləq ki, bu avtomobilin də ön hissəsini bənzədəcəksiniz. Aerodinamik bir dizayn var, çox ağır detallardan istifadə olunub. Detallar kifayət qədər ağırdır. Bunun kapotunu 4 il öncə Start-Stop'un YouTube layihəsində çəkəndə qaldırıb bağlamışdım və səsinin o beləcəmdə o komfort tam olaraq hiss olunurdu bu avtomobildə. Çox kip avtomobildir və renk ümumiyyətlə bu avtomobildə demək olar ki, qəza olmasa illərlə öz keyfiyyətini bitirmir. Aerodinamik güclər və Manisovunu xatırladan qapı üzərində sona qədər gedən xətlər, arxa stop pənəlləri çıxdı olan metalik işləmələr nəzərinizə çatdırıb bizdə tam olaraq orta sinif SE versiyasıdır. Kapostu mühərriklə və 1.5 həcmində. Avtomobildə sedana məxsus orta ölçülü bir bagaj var və ehtiyat təkər və salam. Başqa bir şey gözləmirik. Fusion'un bagajı an və spoiler də öz yerində. Əslində avtomobil təbii ki, ikinci əldir və bir çox xrom işləmələri zövqə görə dəyişib. Yoxsa istər qapı tutacaqlarında, istər ön radiator barmaqlıqlarında o Aston Martin'i xatırlanan radiator barmaqlıqları mütləq ki, əslində xrom işləmələr də var. Avtomobili illərdir görürsünüz. Düşünürəm ki, bir interiyerə də xoş. Sizlərə təqdim etdiyim Fusion SE, yəni orta sinif salon olduğuna görə burada dəri salondan və digər funksiyalardan söhbət gedə bilməz. Monitor Android'dir, yəni sonradan dəyişilmiş bir monitordur təbii ki və burada bizdə 6 pilləli avtomat sürətlər qutusunun o zaman üçün inqilabi bir başlığı var. Əl əyləcimiz var və Auto Start Stop qiyməsi var. 2 stakan qabımız var. Burada dərin bir yerimiz var. 200B çıxış və o da belə özünə uyğun bir nənəmin sandığı var. Çox geniş də deyil, amma avtomobilin özünə uyğun yaxşıdır. Ciblər 2 hissədən ibarətdir, səliqəlidir və genişdir demək olar. SE sinfinə aid olduğu üçün lükumuz yoxdur. Bu siniflərin bəzilərində ümumiyyətlə lük olmur. Burada bizim eynək qabımız var, işıqlarımız var, multi sükan və sükan manual olaraq şəkildə tənzimlənir. Bundle butmuyub. Amerika mühəndisləri. 4 şüşə qaldırıcımız var və şüşə qaldırıcılar tam olaraq sürücünün əl məsafəsindədir. Oturacaqlar elektron tənzimlənir. Avtomobildə hər iki oturacaqda isinmə funksiyası var. Oturacaqların isinməsi kondisioner sistemi tam orta paneldən idarə olunur və ya sükanla idarə olunur. Multiruldur və analog orta alətlər panelidir. Əssalam. Belə bir qeyri-adi bir şeyimiz yoxdur bu avtomobildə. Fusion'un arxa salonu genişdir. Diz məsafəmdən görürsünüz. Rahatlıqla 3 nəfər otura bilər, yoxsa yox. Orta hissəyə keçəndə sizə göstərəcəm. Dirsiyatlığımız var standart olaraq. 2 stakan qabımız var. SE standart seriya olduğuna görə bu avtomobildə arxa oturacaqların isidilməsi və digər funksiyaları yoxdur. Ona görə də qapıda bir düymə var. O da pəncərənin açılıb bağlanması ilə bağlı. Bu şəkil. Ortada əyləşmək rahat deyil. Çünki orta panel var. Amerika avtomobillərinə xas. Ona görə də düşünürəm ki, bu avtomobildə yalnız və yalnız 2
sərnişinlə, arxada 2 sərnişinlə rahat səyahət etmək olar. Əks halda 3-cü nəfərə çətin olacaq. Burada isə kondisioner çıxışları var və başqa burada deməli adaptorlarınızı falan, telefonlarınızı zaryatkaya qoya bilərsiniz. Bir elektrik girişimiz var 12 voltluq. Əssalam, bu dardı getdi. Bu da isə darıxanda yandıracağınız bir işıq olur. Malibunun tarixi 1964-cü ilə gedir. Bu avtomobilin tez-tez bəxti gətirməyən müddətləri var, hansılarda ki, uzun müddət istehsal dayandırılıb. 64-cü ildən 1983-cü ilə qədər Malibu çox geniş miqyaslı şəkildə Amerikada yayılmağa başladı və sevilməyə başladı. Birdən-birə 83-cü ildə istehsal dayandırıldı. Sonra düz 14 il keçdi və 97-ci ildə Malibu yenidən istehsala başladı. Gördünüz, 2015-ci ildən istehsala başlanmış 2016-cı il əvvəlləri, 2015-ci ilin sonları 9-cu nəsil Chevrolet Malibu'dur. Bunu da 2024-cü ilin noyabr ayında istehsalı dayandırılacağını öncədən məlumat verdilər. Bəli, hal-hazırda Malibu istehsal edilmir. Bu da o deməkdir ki, ikinci dəfədə bu avtomobilin istehsalını dayandırdılar və bütün mənbələrə baxdım, yenidən Malibu'nun başqa adla belə istehsal olunması barədə heç bir məlumat yoxdur. Amma Azərbaycan sürücüləri üçün Fusion haqqında da dediyim cümləni burada da deyəcəm, bu avtomobil üçün də deyəcəm. Malibu hələ də maraqlıdır. Bir çox üzərində mühərriklər var. 1.5, 2 və 1.8 hibrid mühərrik və bir çox seriyaları da var. Qarşınızda orta səviyyədə sayılan komplektasiyadır, yəni LT komplektasiyasyıdır. L bazadır, L standartdır, LT isə orta səviyyədir. Bizdə Fusion da orta səviyyə olan seriya idi, SE seriyası və demək olar ki, GM Motors'un ən çox sevilən idman üslubunda olan avtomobilini, yəni o kupəni çevirdilər sedana, amma dizayna çox da dəymədilər. İki hissəli Chevrolet'ə məxsus radiator barmaqlıqları, yuxarı hissə kiçik, aşağı hissə isə geniş şəkildə idman üslubunu xatırladan lipalı buferlər və belə dərin xətlərdən ibarət kapot xətləri, kapotun üzərində aerodinamikanı tam olaraq təmin etmək üçündür. Aerodinamik güzgülər açarsız daxil olma və nə ağırdır, nə yüngül. Avtomobilin özünə xas, orta səviyyədə və avtomobilin yan hissəsində bu şəkildə xrom işləmələr istər Fusion'da, istərsə də Malibu'da var və Akulanda unutmuruq. Kiçik, hər iki tərəfdən yığılan güzgülər idman üslubunu xatırladır. Avtomobil facelift olunmamış versiyadır və arxa stoplar, yəni 9-cu nəslin ilk çıxan stoplarıdır. Yəni standart stoplardır. Bagaj Fusion'dan kiçikdir, amma oturacaqlar açılarsa, yəni birbaşa salona giriş var bagajdan. Əşyalarınızı, uzun əşyalarınızı sala bilirsiniz. Standart ehtiyat təkəridir və vəssalam. Elə oturacaqları da buradan düymə ilə dartıb endirə bilirsiniz. İki ədəd bizim işıq qaytarıcılarımız var. Egzoz çıxışlarımız gizlənib bamperin arxasında. Elə deyim də, ön Camaro, arxa isə elə Malibu'nun özü. Keçək avtomobilin interyerinə. Məncə Fusion'un mən
eksteryerini bəyənsəm də interyerini bəyənməmişdim. Amma Malibu'nun interyerini deyəsən bəyənəcəm. Baxaq nə var orada. Malibu'nun 2019-cu ildə facelift olunmuş versiyası təqdim olundu Amerikada və bu çəkəcəyimiz, təqdim edəcəyimiz avtomobil 2016-cı il istehsalı olduğuna görə facelift deyil. Ona görə də müqayisədə salonda və xarici görünüşdə də fərqlər var təbii olaraq. Fusion'un salonu mənim üçün darıxdırıcıdır. Malibu'nun salonunda isə fərqli nələrsə görmək olur. İstər burada xrom işləmələr, istər belə deyim, üçbucaq dizaynda olan, yəni işləmələrlə olan parça hissəsi, istərsə də standart öyrəşdiyim sürətlər qutusu başlığı, çünki mən ənənəviçiyəm, darıxmağa qoymur sürücünü və standart Malibu'nun özünə məxsus monitordur. Bu monitoru dəyişməyə düşünürəm ki, heç ehtiyac da yoxdur. Buradan nəyi dəyişmək olur? Kondisioneri idarə edə biləcəksiniz, telefonların zənglərini qəbul edəcəksiniz. Digər bir hissə isə kondisionerin və belə deyim, havalandırma sistemini idarə etmək üçündür. 6 pilləli sürətlər qutusu başlığıdır. USB-ni söndürmək üçün düymədir və salam. Başqa düymə demək olar ki, yoxdur. Orta paneldə Fusion'dan daha geniş bir dirsək atlığı var burada. Qəpi və xırda əşyalarınızı qoymaq üçün hissə var burada. Xrom işləmələr orta panelin tam əhatə eləyir. İstər sürətlər qutusu başlığını da həmçinin. Burada Fusion'dan kiçik, çox balaca bir cibi var. Sükan multisükandır. Buradan cruise kontrolu və klimat kontrolu istərsə də medianı rahatlıqla idarə etmək olur. Alətlər paneli analoqdur, monitor deyil. Burada sağ-sol güzgülərin idarə edilməsi var və tam əl məsafəsindədir. 4 şüşə qaldırıcı və endiricilər var, mərkəzi qapanma və salam. İşığı isə buradan rahatlıqla idarə etmək olur. Əyləc ayağınızın altındadır, yəni ayaq əyləci. Ruçnoy deyirsiniz də bunu. Bəli, belə. Ön kapotu buradan açacaqsınız. Bir neçə, yəni əlinizin altında olan nələr varsa, qapıya rahatlıqla yığmaq olar. Çox genişdir. Stakanda həmçinin yeri var. Oturacaqlar elektrondur. Və burada oturacaqların şişirdilməsi də var. Və salam. Mən oturacağı tənzimliyim. Bot söz eləyir bu. Qar. Niyə belə eləyir? Dəqiqə. Deyəsən mexanizmasında nəsə problem var. Mən Malibu çəkmişəm 4 il bundan öncə. Belə səs gəlmir o Malibu'dan. Deyəsən mexanizmasında problem var. Biz də xarab eləməyək yerdə qalanlarını da. Oturacağı tənzimləyək. Baxaq arxada Malibu'da nə qədər rahatdır sərnişinlərə səyahət etmək. Mənim üçün tam okeydir. Burada isə sərnişinlər üçün isə belədir. Yəni manual. Amma Fusion'da isə hər iki oturacaq elektron idarə olunurdu. Bunda da lük yoxdur. Standart komplektasiyadır. Və salam. Oturacağı tənzimlədik. Keçək arxa salona. Kipdir bu avtomobildə. Kiplikdə Fusion'a çata bilməz təbii olaraq. Amma Malibu'ya da kip avtomobildir deyə bilərik. Ayaq məsafəsini görürsünüz. Arxa çox rahatdır əyləşmək üçün, səyahət etmək üçün. Bütün sərnişinlər məmnun qalacaqlar. Amma ortada getmək Fusion'da mümkün olmasa da Malibu'da mümkündür. Çünki məsafə kifayət qədər bəs eləyir. Rahatlıqla 3 nəfər bu avtomobildə arxada səyahət edə bilər. Standart stakan qablarımız var burada. Kondisioner çıxışları var. Və burada 2 USB yeri var. 1 120 və 150 voltluq bir çıxış var burada. Gözəl. Və bir ədəd də 12 voltluq girişi var.
elektronikalarınızı burada burada sərib rahatlıqla enerjiyə qoya bilərsiniz. Yəni girişlər çoxdur, kifayət qədərdir. Orta səviyyə salon olduğuna görə burada yalnız bir düymə görürük. O da pəncərələri idarə etmək üçündür. Rahatdır, genişdir. Darıxmayacaqsınız Malibunun arxa salonunda. Əli müəllim, xoş gəlmisiniz bizim efirimizə. Əli müəllim tamaşaçılara onu deyim ki, mənim avtomobilimin ilk ustası olub. O vaxtda 94-cü ilin bir Opel Vectra A-sı var idi. Bütün ustaları gəzdim. Problemlərini tapa bilməyəndə deyirdilər ki, Dərnəgüldə bir dənə Opel servis var. Ora deyin. Yəni ki, GM Motors deyiləndə Azərbaycanda yada düşən ilk usta Əli müəllimdir. Bu gün də Əli müəllim, avtomobillərimiz Chevrolet Malibu və Ford Fusion'dur. Düşündük ki, Amerika avtomobilləri ilə bağlı sizdən o tərəfə şəxsən mən usta tanımıram, ciddi deyirəm. Yəni bu qədər, üstəlik də ki, radio efirində biz eyni gündə çıxış edirik. Əli müəllim, əsas sualımız Ford Fusion'dan başlayaq. Ford Fusion 1.5 mühərrik yoxsa 2 mühərrik daha dözümlü olur? Bana bəy, ilk növbədə təşəkkür edirəm dəvətə görə. Verilişiniz də neçə vaxtdır planlaşdırır da çıxış edək. Bugünə təsadüf elədi, çox gözəl. Bizim hörmətli izləyicilərimizi də salamlayıram bu arada. Bəli, avtomobil dünya brendlərində biz 2 dənə avtomobili bugün çıxartmışıq efirə. Biri Chevrolet Malibu, biri isə Ford Fusion. Bəli. Başlayaq Ford Fusion'dan. Ford Fusion bildiyimiz kimi Amerikadan idxal olunan avtomobillərin mühərrikinə görə, yəni gömrük rüsumlarına görə bəli, daha aşağı mühərriklər idxal olunur və bunların ikisi də 1.5 mühərrikləridir və ikisi də turbo ilə təchiz olunubdur. Gözəl mühərriklərdir, dözümlü mühərriklərdir. Səhv olmasa 160-170 at gücündə olmalıdır və yanacağa, yağa çox həssas. Çox həssas. Çünki bugün ustalarda, sürücülərdə bir sürü problemlər yaşanır. Problemlər hardan qaynaqlanır hamısı? Bizim havamız normaldır. Hava süzgəcini dəyişəndə, yəni bu hava mühərrikə yanma kamerasında təmiz hava daxil olanda bunun heç bir problemi yoxdur, fərqi yoxdur. Azərbaycan havası oldu və yaxud da ki, Amerika və yaxud da Avropa. Amma yanacaq faktoru var burada və yanacaq faktoru mühüm bir rol oynayır. Çünki mühərrikdə yaranan bütün problemlər hamısı qaynaqlanır yanacaqdan və düz seçilməyən yağdan baxmayaraq ki, yağımız deyək ki, orijinaldır, brend yağdır, amma o mühərrikə nəzərdə tutulmuyor. Ona görə də avtomobillərdə yaşanan o problemləri sonradan biz nə edirik? Sonradan bir sürücü olaraq, bir usta olaraq bütün günahlar atır avtomobilin üzərinə ki, bu yaxşı avtomobil deyil. Bəli. Amma baxın, Amerikada bu avtomobil deyək ki, 10 il, 15 il sürüldübdür, heç bir problem yaşanmayıb. Bugün gəlir Azərbaycanda və başlayır problemlər yaşanmağa. Nəyə görə? Çünki usta faktoru vardır. Və yaxud da ustamız deyək ki, normaldır, bütün qanunları, bütün hamısını, o icazələri, istehsal tərəfindən verir, hamısını bilir, amma sürücünün o tələblərə, belə deyək, maddi gücü çatmır. Ona görə də deyək ki, məsələn, bu bizim iki avtomobilimizin ikisi də 95 benzinlə, premium yanacaqla işləməlidir, düzdürmü? Baxmayaraq ki, atkin son mühərrikdir. Bəli. Amma təəssüflər olsun ki, büdcəyə təsir edir deyən hamı keçir daha aşağı aktanlı yanacaq 92 benzinlə istifadə etməyə. Ümumiyyətlə, texnoloji olaraq, yəni hər iki mühərrikin zəif və güclü tərəfləri var hər halda. 1.5 yoxsa 2 mühərrik tövsiyə edərsiniz sürücülərə? Yox, mən təbii ki, bir avtomobilist olaraq mən tövsiyə edərdim daha yüksək. Məsələn, mən özüm 5-6 avtomobil mühərrik sürürəm, 8-sinidir. Onun o hərəkət zamanı yerindən götürəndə və yaxud da ki, hansısa bir manevr edib, bir zolaq dəyişəndə sən hiss edirsən mühərrikin gücün. Daha yuxarı mühərriklər təbii ki, daha məsləhət görülür. Amma bildiyimiz kimi avtomobilin qiyməti və onun təmir xərclərin və yanacaq sərfiyyatın nəzərə alaraq təbii ki, istəyirik ki, biz mühərrik biraz devirlər sayı və mühərrikin gücü aşağı olsun. Amma buna baxmayaraq, məsələn, son istehsallarda deməli nə olubdur Marat bəy? Deməli, orada mühərrikin gücü, mühərrikin o həcmlərin hamısı salırlar aşağı, amma at qüvvələrini çoxaldırlar. Bəli. Yəni, ora nə edirlər? Alışma bucaqlarında dəyişdirirlər, yanma kameralarında dəyişdirirlər. Məsələn, Porsche'nin o sürgü qolu ki, şatun dedilir, onun yuxarı aşağı ölü nöqtənin məsafəsini artırırlar.
və s. və ilaxır. Aha, deməli minimum yanacaq, maksimum güc əldə etmək Bəli, üçün. bəli. Belə başa Və düşürəm turbo, ki, təbii ki, turbo ilə təchiz edirlər. bəli. Hətta 2 axdı qoşa turboya keçirlər. Aha. Bəli. Belə başa düşdüm ki, Ford Fusion-da hər iki mühərrik yaxşıdır. 1.5 də yaxşı mühərrik sayılır, 2 Bəli. mühərrik də yaxşı sayılır. Bəli. Sadəcə olaraq iki mühərrikin texniki qulluğu da xərc olaraq yüksək. Təbii, həm də ehtiyat hissələrinin qiyməti. Aha. Bir də ki, bizim bugün reallıq var da, bizim bazarda bugün reallıq var nədir? Bizim daha çox 1.5 mühərriklər. Aha. Məsələn, 1.5 mühərriklər həm ikinci əl ehtiyat hissələri var, həm də ki, yeni ehtiyat hissələri var da. Bəs Ford Fusion-da elə götürək 1.5 bizdə olan mühərriki. Əsas texniki problem nə olur yəni? Xroniki problemləri nə olur? Yenə deyirəm, məsələn, Ford Fusion-larda ən çox soyutma sistemində də orada da problemlər yaşanır. Aha. Nəyə görə? Baxın, istehsalçı deyir ki, hər 2 ildən bir və yaxud da ki, yeni nəsil avtomobillərdə onu biraz da aşağı salıblar. Deyək ki, 1 ildən bir bunun soyutma mayesi dəyişməlidir. Və soyutma mayesinin onun standartına uyğun olaraq ondan istifadə eləməlisən. Biz nə edirik? Ya o göstəricidə tapa bilmirik və yaxud da ki, tamam hansısa bir usta dedi ki, bunu 1 il yox, deyək ki, bunu 2 il, 3 ildən sonra dəyişərsən. Və orada artıq başlayır, baxmayaraq ki, içində olan orijinal soyutma mayesi də antifrizdir, amma orada başlayır çöküntülər. Çöküntü verir və yavaş-yavaş o keyfiyyəti itirməyə başlayır. Nəyə görə? Avropadan gələn, deyək ki, Koreyadan gələn, Amerikadan gələn avtomobillərin açırsan, o genişlənmə çənini açırsan, şəffafdır. Bir müddət burada sürüləndən sonra Bulanaq olur. ümumiyyətlə və yaxud da heç görsənmir onun yanacaq soyutma hansı səviyyədədir. Aha. Çünki onu vaxtında dəyişmək lazımdır. Baxın, bu Ford Fusion avtomobilində orada bir soyutma radiatoru vardı, bir bizim intercooler var, bir də onun sorma kollektorunun içində bir dənə radiator orada yerləşir. Ən çox da bu tip avtomobillərdə yaşanan problemlər biri odur. Bu bir problem. Yəni soyutma mayesini vaxtında dəyişmirik. Bir də yağ radiatoru. Bu Aha, bütün avtomobillərdə yaşanan bir problemdir. Yəni yağla suyun görüşdüyü bir nöqtə var. Aha. Harada görüşür? Radiatorumuzda. Yəni ona ustalar deyirlər, sürücülər deyirlər, teplomenik deyirlər. Bax orada artıq başlayır. Çünki yağda korroziya ola bilməz ki. Mümkün Hardan qaynaqlanır? Sudan. Bəli. Yəni antifrizdən. Keyfiyyət itib, çöküntü verir, rəngi dəyişir və artıq orada başlayır korroziya. Sürümə gedir. Biz avtomobili sürürük. Tamam sürürük. Hələ qabaqda var da usta deyib ki, 1 ildən sonra dəyişərik. Artıq 3-cü il gedir. Orada o proses gedir. O korroziya gedir. Bir müddət sonra gəlirsən ustaya ki, usta avtomobildə qızdırma var. Nə olubdu? Yağla su qarışıbdı. Və yaxud da ki, pillələr qutusunun yağla su qarışıb. Niyə qarışıbdı? Bilmirəm, yaxşı avtomobil deyil bu. Qardaşım, Bunlarda artıq deyirlər ki, xroniki problemdir də, bunlarda belə olur. Xəstəlikdir. Xəstəlikdir, bəli. O xəstəlik avtomobildə deyil. Xəstəlik o sürücünü yoldan çıxardan ustadadır. Aha. Yəni sürücünün vəzifəsi, peşəsi o deyil. Sürücüdür, avtomobili sürmək üçündür. O yol hərəkət qaydalarını bilməlidir. İnzibat xətərləməzdir və s. və ilaxır. Amma ona məsləhət görən usta ki vardır, bütün problemlər ustadan qaynaqlanır. Və düzgün seçilməyən servis məntəqələridir. Aydındır. Bu avtomobillərin əlim sizdə sürətlər qutusu da təmir olunur. Adətən nədən qaynaqlanır bu problemlər? Sürücülər daha çox hansı problemlə bağlı gəlirlər sizə? Deməli, idarəetmə beyin dediyimiz o gidroblok ki vardı, ən çox bütün pillələr qutusunda hamısı oradan qaynaqlanır. Bəli, pillələr qutusundan, idarəetmə beynindən qaynaqlanır. Orada solenoidlər var. Bizim ustalarımız vardı, bizim komandanın ustası var, hansı ki bu işlə məşğul olur. Düzdür, təbii ki, belə bir problemlər olanda biz yönəldirik ora. Yəni orada bir komanda işləyir, bir servis mərkəzidir pillələr qutusunun. Yəni vaxtında yağı dəyişməmək və düz seçim etməmək. Baxın, avtomobil deyək ki, məsələn, nəzərdə tutulub 200 min kilometr bu getməlidir, düzdürmü? 200 min kilometri qədər bir neçə dəfə yağ dəyişilməlidir. Qardaş, 200 min kilometrə baxdıq ki, az qalır, nə etmək lazımdır? Buna istifadə etmək lazımdır xüsusi qatqılar. Bilirsiniz, bunun hər bir ehtiyat hissəsinin, Marat bəy, hər bir detalın bir xidmət eləmə müddəti vardır, bir limiti var. Deməli, bu limit çatıb və limiti keçirsə, biz nə etməliyik? İnsan orqanizmi bütün vitaminlər qəbul edir də. Bunun da yağa xüsusi qatqılar var. Yəni, bu pillələr qutusunun ömrünü uzatmaq üçün biz onlardan mütləq istifadə eləməliyik. Bugün istifadə eləmirik, sabahda problem yaşayır. Sonra deyir, avtomobil pis avtomobil. Avtomobil pis avtomobil deyil. Bunun istehsalçı nəzərdə tutub 200 min kilometr, 300 min kilometr bu dəyişilməlidir. Təmir yox, dəyişilməlidir. O da bildiyimiz kimi bahalı ehtiyat hissəsində heç kəs dəyişmir onu. Ona görə də beləncə bir problemlər yaşanır. Fusion'un askı sistemi dözümlü sayılır mı əlim? Ümumiyyətlə, son
belə deyək də 2000-ci ildən sonra istehsal olunan ən çox da McPherson sistemidir. Bunların içində də McPherson'dır. Ən dözümlü sistemlərdən biridir. Şükürlər olsun, bugün şəhərimizin yollarında böyük əvvəlki yamalar yoxdur, çuxurlar yoxdur. Bölgələrə gedəndə yollarımız şükürlər olsun əvvəlki deyil, artıq yaxşıdır. Amma bəzi hissələr var ki, onlar dəyişilməlidir vaxtında, amma dözümlü sayıla bilər. Bəli. O zaman keçək Malibuya. Malibu 1.5 mühərrik nə qədər dözümlüdür və ümumiyyətlə xroniki problemləri nə olur əsasən? Malibu yenə bu tanınmış bir brenddir. Bunun bir tarixi vardı. Bunun üzərində böyük bir institutlar işləyir, böyük mühəndislər işləyir bunun üzərində. Və bu bir avtomobili Marат bəy gətirib satış nöqtəsinə çıxardana qədər illərlə vaxt gedir və milyonlarla sərmayələr qoyulur. Yəni yoxlanılır, test olunur, bütün hissələr yoxlanılır. Bəzən görürsən ki, geri çağırmalar da olur. Hardasa mühəndis hansısa bir hissəni qaçırıbdır deyək. Bu normal bir şeydir. Amma bir avtomobil haqqındakı demək ki, bu yaxşı avtomobil deyil. Bunun bir xəstəliyi var. Bu tez dağılır, bu tez xarab olur, tez sıradan çıxır. Belə bir anlayış yoxdur ümumiyyətlə. Məsələn, Chevrolet avtomobili, Chevrolet'in ən gözəl modellərindən biri Malibu'dur. Sedanlardan təbii ki, söhbət gedir. Amerikanlar Malibu'nu çox sevirlər. Hətta Amerikanın ən çox da polis sistemində. Fikir verdiniz, New York'da polis avtomobilləri vardı. Çox belə mat rəngində. Hətta onun qabaq hissəsini ki, üstbucaq şey eləyiblər, qabaq hissəsini, o burun hissəsini, o zəhimli bir şey yaradıblar orada. O ki, qaldı mühərrik məsələsi. Mühərrikdə yenə deyirəm, Ford Fusion'da olduğu kimi orada da yenə soyutma sistemində problemlər yaşanır. Yağ seçimi dəqiq olmalıdır. Bir də yanacaq. Bütün bu avtomobillərdə, Azərbaycanda olan avtomobillərin bütün problemlər %90'ı deyək, qaynaqlanır yanacaq, yağ və soyutma sistemində olan problemlər. Bunlarda da 1.5 yoxsa 2 daha çox məsləhət görürsünüz Əli müəllim? Bunların 2 mühərriklər çox azdır. Gömrük rüsumuna görə ithal olunmur. 1.5 daha çoxdur və 1.5, 1.4, 1.5 daha populyardır, belə deyək. Bu 1.5 yeni nəsil mühərriklərdir. 160 at gücündədir, səhv olmuramsa, 160-170 civarındadır. Pillələr qutusu isə 1.5-də 6 pilləlidir. Bəli. O GM-in öz pillə qutusudur, GM-in. Sonra da o 2000-ci ildə ən son modellərdə, o 9-cu nəsildə çıxanlarda isə variatordur. Siviti pillələr qutusu qoyulub, Aysin'in. O da dözümlü bir pillələr qutusudur. Amma Amerikanlar nəsə onu sevmirlər. Amerikanlar daha çox... Praktik sürətlər qutusunu daha çox sevirlər. Bəli. Bəs bu avtomobillərin askı sistemi necə? Orada dözümlü sayılırmı? Bəli, çox dözümlüdür. Çox dözümlüdür. Yəni, mühərrikdə yaşanan problemlərə görə daha çox müraciətlər olunur, nəinki ön askı sistemində. Və bunun askı sistemi Opel Insignia ilə eynidir, demək olar ki. Bəli. McPherson sistemidir, ön amortisatörlər. Qiyməti o birlərə nisbətən təbii ki, biraz bahadır. Askı sistemləri. Ümumiyyətlə, arxada döngələrə girmək üçün təhlükəsizliyə görə manevraları yaxşı olsun deyə daha çox sistemin dəyişiblər, yeni nəsil ediblər. Orada daha çox multi-link Bəli. Orada oynaq oymaqlarını çoxaldıblar. Yəni, dözümlü bir sistemdir. Əli müəllim bir usta olaraq bir sürücüyə Ford Fusion yoxsa Chevrolet Malibu məsləhət görərdi? Valla bu, birisi uşaqdan soruşmalıdır, ananı çox istəyən, atanı çox istəyən. Mənim üçün ikisi də komfortlu, ikisi də gözəl avtomobildir. Amma nədənsə salonu Ford Fusion mənə daha çox belə komfort verir. Bir də salonu, məsələn, mən hər iki avtomobildə əyləşmişəm arxada. Mənim 1.82 boyum ola, məsələn, arxada hər ikisində mən özümü normal hiss edirəm. Yəni, salonun genişliyi, səhv olmasa 2 metr nə qədər olmalıdır? 2,5 2.8 belə bir civardadır. İkisi də genişdir, kifayət qədər genişdir salonları. Amma Ford daha üstündür. Amma qaldı mühərrik məsələsinə görə. Mühərrikdə məsələn daha çox 1.5 Chevrolet'in mühərriki daha dözümlü və daha az xərc aparan bir mühərrikdir. Malibu'nun mühərrik xərci Ford Fusion mühərrik xərcindən daha aşağı. Bəli. Çünki orada zəncirlə təchiz olunubdur qaz paylanma mexanizmi. Fordda isə qayışlandı. Çünki orada deyək ki, Chevrolet'də 200.000 kilometr, hətta bəzən 250.000, bəzən normal vaxtına yağı dəyişəndə 300.000 kilometrdə biz onu sürə bilərik. Amma Ford Fusion'da orada qayış olduğuna görə hər
60 mindən şəhər içi, 60-70 mindən bir mütləq dəyişmək lazımdır onu. Dəyişilməlidir. Bəli. Əli müəllim, təşəkkür edirəm ki, gəldiniz. Bütün suallarımıza ətraflı cavab verdiniz. İnşallah növbəti verilişlərimizdə də sizin belə deyək də əlinizin içi kimi tanıdığınız markalar var da, hansılar ki, bu markalar bərabər də Əli müəllim. O markalar olanda inşallah növbəti dəfə də biz sizi dəvət edəcəyik, gələcəksiniz. Biz isə təşəkkür edirik Əli müəllimə və bütün texniki detallı izah elədi. Məncə bu iki avtomobil üçün ən ideal kontent elə budur. Baxın və qərar verin. Vəssalam. Fusion'ı 5 il bundan qabaq test eləyəndə mənim üçün o zamanlarda o qiymətə ən yaxşı avtomobil sayılırdı, sedan avtomobili sayılırdı. Bu avtomobillərin bir neçə növləri var, mühərrikləri də fərqlidir. 1.5 turbo EcoBoost, 2 turbo EcoBoost və hibrid, plug-in hibrid versiyaları var. Amma ən dözümlüləri mühərrik olaraq 2 mühərrik sayılır. Amma 1.5 də kiçik mühərrik həcmi sayılsa da, turbo mühərrik olduğuna görə kifayət qədər qıvraq və çevikdir. Biz bu günləri test edəcəyik. Yerindən qəfil sürətlənmə, qəfil əyləcləmə və dairə. Fusion'un salonu çox səssizdir. İzolyasiyanı çox bəyənirəm. Və istər aerodinamik dizaynı, istər dörd bir tərəfdən sən nəzarət eləyə bilirsən. Demək olar ki, avtomobildə kör nöqtə deyilən bir şey yoxdur. Kifayət qədər yumuşaq, kifayət qədər səssiz bir avtomobildir, kip avtomobildir, komfortlu bir avtomobildir. Yerindən sürətlənmə testi 3, 2, 1. Getdik. Qəşəng. Nəzərinizə çatdırım ki, sport rejimdə yerindən sürətlənməni götürdüm. Çox yaxşı. Avtomobilin kifayət qədər çəkisi var ha. Çox ağır avtomobildir. Fusion bu çəkiyə 1.5 mühərrikə ideal yerindən sürətlənmə də var avtomobildə. Hop, 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 qəşəng. Super. Gözəl. Sürətlənmə idealdır. Amma səhv etmirəmsə avtomobilin içində hal-hazırda 92-dir çənində. Amma onunla belə, yəni ideal. Əyləc ideal, tam təhlükəsiz. Yəni düşünün ki, ikinci əl avtomobildir də, Allah bilir. Əyləc bəndi sonuncu dəfə nə vaxt dəyişilib, yanacaq sistemində hər hansısa bir problem varmı, yoxmu? Yəni bütün bunları nəzərə alsaq, 7 ilin avtomobili, ideal sürətlənmə və ideal tormozlama var avtomobildə. Yəni çox yaxşı. Keçək dairə testinə. İdealdır. Əladır. Həqiqətən əladır. Yəni sürüşmə qəti şəkildə yoxdur. Çox rahat şəkildə qəfil dönmələr edə bilərsiniz bu avtomobillə. McPherson askı sistemi, arxada çox qollu multilinklər bu avtomobili döngələrdə tam təhlükəsiz edir. Əladır. Fusion 4 il sonra yenidən mənim testimdən keçir və 4-4 nəticə ilə. İstər yerindən sürətlənmə, istər qəfil əyləcləmə, istərsə də dairə testində. Tam idealdır.
askı sistemi, mühərrik, sürətlər qutusu. Bir 5 turbo mühərrik olduğu üçün sürətlər qutusu 6 pilləli sadə sürətlər qutusudur. Ümumilikdə isə Azərbaycan bazarında aşağı mühərrik olduğuna görə gömrük rüsumlarına az pul ödəyək deyə ən çox gətirilən 1.5 mühərriklərdir. Bunlar da kifayət qədər dözümlü mühərrik sayılır. Əli müəllim, Əli usta bu haqda danışdı, dinlədiniz. Sadəcə xüsusi qulluq olmalıdır. İzolyasiya Malibuda daha zəifdir. Yəni, daha biraz boş avtomobil idarə etdiyimi hiss eləyirəm müqayisədə. Çölün səsi, bəli, salondadırmı? Salondadır. Fusionla müqayisədə salondadır. Fusion qədər yerindən götürəndə çevikdirmi? Hələ ki o çevikliyi hiss eləmirəm. Yavaş-yavaş idarə eləməyə çalışıram və hələ də hiss etmirəm. Malibu 1.5 mühərrik, yerindən sürətlənmə. 3, 2, 1. Qəşəng, super, əla. Siz görəsiniz hal-hazırda ölüvü bizim operator kamera necə qucaqlayıb. Super, sürətlənmə əla, avtomobil çevikdir. Avtomobil çevikdir, kifayət qədər. Hop. Amma sanki izolyasiya səbəbindənmi deyim, detalların nazilliyi səbəbindənmi deyim, Fusiona ürəkli qaz verirsən və o təhlükəsizliyi hiss eləyirsən. Malibuda bu çatmır. Yəni, müqayisədə Malibuda bu çatmır. Ələc yaxşıdır, amma biraz sürətlənək. Ondan sonra ələcə verərik, yoxlayarıq ələci. Çünki sevmədim, sürət aşağı idi. Bu testdə ədalətli hesab etmədim. Baxaq görək, nə olur. Yaxşı. Ələci yaxşı idi. Fusionda da ələci yaxşı idi. Bunda da ələci yaxşı idi. Hər iki avtomobilin yerindən sürətlənməsi də əladır. Qalır nə? Dairə testi. Fusion'un dairə testi özünüz gördünüz, çox ideal idi. Baxaq Malibuda necə olacaq. Sürüşür. 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 Fusion'daki kimi təhlükəsiz deyil. Yaxşı drift eləmək olar bundan. Əla, sürüşür, avtomobil sürüşür. Ehtiyatlı olun bu avtomobillə dairəyə daxil olanda. Deməli, necə idi müqayisəmiz? Yerindən sürətlənmə və ələcləmə əla, amma dairədə o qədər də təhlükəsiz sayılmır bu avtomobil. Belə, mənim seçimimi isə birazdan görəcəksiniz.
Söz verdiyimiz kimi avtomobilləri incələdik. Usta məsləhətlərini dinlədiniz. Artıq siz də mənim kimi bilirsiniz ki, hansı avtomobili seçirsiniz. Mənim seçimim bəllidir. Elə verilişin sonunda da sürüb gedəcəm. Hər iki avtomobili bizə Procars avtosalonu təqdim etdi. Yaxınlaşa bilərsiniz göstərilən ünvanlara, telefonlarla əlaqə saxlaya bilərsiniz. Yaxınlaşın, avtomobilləri test edin və yalnız sağlam avtomobillər orada satılır. Əldə edin. Vəssalam. Mən Marat Namazov, stop belişdi. Stop dübəsini sıxıram.